Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çox dadlı qurabiyələrin hazırlanmasını sizinlə paylaşıram. Qatıqlı xəmirlə hazırlanan kəsmikli, çox dadlı qurabiyələrdir. İndi keçək hazırlanma qaydasına. Bunun üçün 200 qram duzsuz kəsmik götürmüşəm. Üzərinə 2 dolu xörək qaşığı şəkər tozu əlavə edirəm. 1 ədəd də sındırdığım yumurtanı əlavə edəndən sonra bu ərzaqları yaxşı qarışdırıram. İstəyə görə ərzaqları blenderdən də keçirtmək olar, amma qaşıqla da elə çox rahatlıqla qarışdırmaq olur. Qarışdırandan sonra üzərinə 50 ml bitki yağı əlavə edirəm. İstəyə görə margarin ya da kərə yağından da istifadə eləmək olar. 1 paket 5 qram da vanil əlavə edib bu ərzaqları da biraz qarışdırıram. Qurabiyənin xəmiri üçün 100 ml qatıq götürmüşəm. Qatığı əlavə edəndən sonra üzərinə yarım çay qaşığı da soda əlavə edib sodanı qatıqda söndürürəm. Biraz qarışdırıram. Biraz köpüklər əmələ gələndən sonra un əlavə edirəm. Unun hamısını birdən əlavə eləmirəm, hissə əlavə eləyib xəmir yoğururam. Yumuşaq bir xəmir olmalıdır. Xəmir üçün 3 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Videolarımda həmişə qeyd eləyirəm. Unun çəkisi növünə görə, bir də kəsmiyin nəmliyinə görə, yumurtanın ölçüsünə görə dəyişə bilər. Az ya da çox ola bilər. Ona görə onu hissə əlavə eləyəndə xəmir yaxşı alınır. Belə gördüyünüz kimi yumuşaq bir xəmir alındı. Xəmiri un səpdiyim dəzgahın üstünə qoyub, üstünə də biraz un səpəndən sonra doğrayıram. Əvvəlcə 4 yerə bölürəm. Kəsdiyim parçaları da hər birini 4 hissəyə kəsirəm. Ümumilikdə 16 yerə bölürəm. Kəsdiyim xəmir parçalarını götürüb əlimlə yuvarlayıb kündələr tuturam. Hamısını eyni ölçüdə kündələyirəm. Un səpdiyim qaba yığıram. Üstü qurumaması üçün üstünü bir salafan paketlə örtürəm. Bir 5 dəqiqə gözlətdikdən sonra keçirəm qurabiyələri hazırlamağa. Hazır kündələrdən birini götürüb altın üstün biraz unlayandan sonra yağı biraz böyüdürəm. Çox iri yaymıram. Elə bir orta ölçülü boşqab ölçüsündə yağı böyüdürəm. Böyütdükdən sonra arasına yarım çay qaşığı da şəkər tozu səpirəm. Şirin sevənlər elə 1 çay qaşığı da əlavə eləyə bilər. Bir tərəfdən başlayaraq rulon kimi sonacan bükürəm. Kənarlarını gətirib əlimlə sıxıb bərkidirəm. Əlimlə biraz düzəliş verəndən sonra bir tərəfini ortasına gətirib öz ətrafında fırlayıb uç hissəsini əlimlə sıxıb bərkidib belə qurabiyələr hazırlayıram. Hamısını eyni şəkildə kündələri biraz böyüdəndən sonra şəkər tozu səpirəm. İstəyə görə içlikdə şəkər tozuna darçın da əlavə eləmək olar. Onları da hamısını eyni qaydada rulon kimi büküb öz ətrafında fırladıb qurabiyələri hazırlayıram. Hamısını hazırlayıb dəzgahın üstünə düzəndən sonra videoda göstərdiyim kimi bir tərəfini şəkər tozuna batırıb yağlı kağız sərdiyim formaya düzürəm. İstəyən şəkər tozuna darçın da əlavə eləyə bilər. Qurabiyə üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Hamısını şəkər tozuna batırıb formaya düzdüm. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə bişirirəm. Qurabiyələr artıq bişib hazırdır. Üstü çox yaxşı qızarıb, çox yaxşı qabarıb, çox gözəl qurabiyələr alınıb. Tez bir vaxtda qonağınız gəlincə hazırlaya biləcəyiniz asan bir qurabiyə reseptidir. Qurabiyələri bu şəkildə hazırlayıb fərqli içliklərlə, qozlu, bişmiş qatlaşmış südlü içliklərlə də hazırlaya bilərsiniz.
Çox gözəl qurabiyələr alınır. Siz də hazırlayın, əminəm çox bəyənəcəksiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videom da sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.